Salam əziz tələbələr, hamınızı xoş gördük. Bu günlər biz məntiq mövzusundan əsasən hissələrin xəyalən birləşdirilməsi mövzusuna baxacağıq. Demək ki, tələbələrin çoxu bundan çətinlik çəkir. Ona görə mən buna toxundum və çoxlu suallar elə bu tipli suallardan bizə verilir. Yəni bizə deyəndə, yəni Facebookda inboxuma yazılır. Yəni bu tipli şəkillərin paylaşırlar ki, ay bunu eləyə bilmirəm, bunun bir qaydası məndir. Bunun bir qaydası yoxdur. Bunun bir qayda deməzdim ona. Yəni bir-iki necə deyim, prinsip var ki, onlara əməl etmək lazımdır. Nədir? Əsas prinsipimiz odur ki, bu hissələri aşağıdan oturacaq şəkildə yazmalıyıq. Yəni necə veribsə mənə, əyri verib, düz verib, nə tər veribsə, o hissələri olduğu kimi oturtmalıyam aşağıda. Düz bir şəkildə oturtmalıyam. Nə tər? Baxın, burada yazıram. Baxın. Tutaq ki, birincimiz elə o oturacağı olduğuna görə birincimizi yazıram. Bu şəkildə saxlayıram. Sonra bunu oturacaq şəkildə yazıram. Deməli, belə. Sonra onu da oturacaq kimi yazıram. Belə. İki dənə deməli üçbucaq şəkildə, düzbucaqlı üçbucağımız var. Bir dənə də oturacaq şəkildə yazsaq, elə bu nə də özü oturacaq şəkillidir. Deməli, belə bir şey varımızdır. İndi qulaq asın, diqqətlə qulaq asın. Mən bu əlimdə kamera var deyə bu tərpədəsi olacam. Yəni o problem yaratmaz, inanıram sizə. Baxın, bu hissələrin bu variantlarda uyğunluğunu araşdırasıyıq. Yəni bu variantlarda hansına uyğun gəlir? Baxın, diqqətlə bir dənə baxsaq, iki dənə düzbucaqlı şəkilli bir qaydamız var. Burada da baxa bilərik. İki dənə düzbucaqlılıq var. İki dənə düzbucaqlı olan variantı axtarmalıyıq. Baxın, burada D bəndində düzbucaqlı olan bir şey yoxdur. B bəndində düzbucaqlı olan bir şey yoxdur. Y bəndində düzbucaqlı olan bir şey yoxdur. Qaldı A ilə C. A ilə C-nin arasında qaldıq. Baxın, görün necə sadəymiş. İki dənə düzbucaqlı olan tapırıq. Çünki bunlar yan tinlər olacaq. İki düzbucaqlı olan tapırıq. B-də yoxdur düzbucaqlı olan. Çünki hamısı düzbucaqlı 90 dərəcədən böyük bucaqlardır. D-də də o vəziyyətdir, Y-də də o vəziyyətdir. Qaldı A ilə C. A ilə C-də nəyə görə qalam? Çünki bunun düzbucaqlılar bunda var. Bunda da var. İki dənə bunda var. Bizdə iki dənə düzbucaqlı var. İndi baxaq görək başqa nə var. Bu A-da 4 dənə düzbucaqlı var. 4 dənə düzbucaqlı. Mən onda bunu hələ ki ehtimal şəkildə saxlayıram. Y-yə baxıram. Y-də indi bunları quraşdıra bilsək, deməli bizim cavabımız var. Quraşdıra bilməsək, biz bunu götürməyəsiyik. Baxın, əvvəl bunu bura gətirirəm. Yəni bu hissəni bura aşağı gətirirəm. Bu hissəni bura gətirmək üçün nə etməliyəm? Baxın, buradan deməli belə bir şəkilli çəkməliyəm aşağı. Baxın. Bu hissədir, görürsünüz? Bu hissəyə gətirib çıxartdıq. Sonra bu hissələrdən birini deməli bunu bura gətirə bilərik. Aha, gətirə bilərik. Belə bir vəziyyət alınır. Baxın. Bunu gətiririk bura. Bunu da burada birləşdiririk. Baxın. Bunu aldıq. Sonra bu üç bucağı gətirdik bura. Bu da getdi. Bundan da istifadə etdik, bundan da istifadə etdik, bundan da istifadə etdik. Qaldı bu. Bunu da bura gətirsək, cavabımızı C bəndi kimi vurarıq. Və cavabımız da düz olaraq götürüləcək. Getdik ikinci sualımıza. İkinci sualımıza baxırıq. Deməli, burada da hissələr verilib. Hissələri yenə əyri verib ki, bizi çaşdırsın. Bunları biz olduğu kimi yazırıq aşağıda. Deməli, düzləşdiririk, yəni. Birincini belə bir şəkildə yazırıq. İkincini bu şəkildə yazırıq. Mən biraz əyri çəkə bilərəm, yəni sizə inanıram ki, problem olmaz. Bir dənə belə bir şey var. Bir dənə də belə bir şey var. Yadınıza saxlayın ki, üçbucağın iki hissəsi ayrı-ayrılıqda veribsə, əksər vaxtlar birləşdiririk. Amma bəzi vaxtlar isə olduğu kimi saxlaya bilərik. Biz burada nəyə diqqət yetirməliyik? Bizim diqqət yetirəcəyimiz əsl deməli məqam
Bu iki hissədir. Bu iki hissə və bu deməli 2 dənə üçbucaq şəkildə, ha. Biri uzun üçbucaqdır. Bax bu budur. Bu da budur. İndi baxın. Tinlərə baxın. Deməli 2 dənə tindir. Bir dənə də üçbucaq şəkillidir. Bu da hansı variantda olub olmamağına baxaq. A bəndi ödəməz. Nəyə görə A bəndi ödəməz? Çünki bunu mən üçbucağın baş hissəsi qoysam, bunu ödəyəcək bir şey tapa bilmərəm. Çünki bunu ötəcək bir şey tapa bilmərəm. Yəni, tutaq ki, bu iki üçbucağı bura qoysaq, bunu aşağı qoysaq, bunu da tutaq ki, bura qoysaq, bizim bizdə dənə boş yerimiz qalacaq. Yəni, bu üçbucağı bura düzəldərəm. Amma bura boş qalacaq. Deməli, A bəndi ödəmədi. Sonra keçdik D bəndi. D bəndi heç ödəmir. Çünki burada olan bucaq sayları bunlarla eyni deyil. Çünki burada tin hissələr var. Tin hissələri, məsələn, baxın, bu hissəyə gətirə bilmərik. Tin hissələrinə görə, bax, bu tinlər çox olduğuna görə, bax, bu tin sayları çox olduğuna görə bu hissəyə gətirə bilmərik. Həm də bura gətirsən belə, bunları quraşdırıb düzəldə bilmərəm. Baxın, tutaq ki, hansını gətirək bura? Baxaq. Mən burada heç birini düzəldə bilmərəm burada. Çünki bu əgər düz hissə olsaydı burası, bunu düzəldə bilərdim. Amma bu üçbucağın bu hissəsini mən gətirsəm bura, deməli burada çıxıntı olmalıydı. Yəni burası da çıxıntı olsaydı, hə, bunu düzəldə bilərdim. Ona görə D variantda getdi. Y variantda ona oxşar tipli getdi. C variantından B variantda qaldıq. B variantda bir dənə baxaq. Görək alınırmı bu? B variantda bir dənə yoxlayaq. Baxın. Bunu bu hissəyə gətirdim. Baxın. Belə bir hissəyə gətirdim. Bu mənim bu hissəmdir. Yəni aşağı da baxsaq, bu hissəmiz getdi. Sonra qaldı bu hissələr. İndi baxın. Bunu mən obusu üçbucağı bura gətirib belə, bunu belə bir şəkildə ala bilərəm də. Baxın. Bunu bu üçbucaq şəklini gətirə bilərəm bura. Yəni bura ikinci üçbucaq bura gəldi. Yəni bu gəldi ora. Sonra, yəni bu hissə. Sonra burada bir dənə kiçik bir hissə qaldı. Bu kiçik hissəyə nə gətirə bilərəm? Bu kiçik hissəni gətirdim bura. Buranı, baxın bax bura, bu hissəni. Bura yekə üçbucağı yerləşdirə bilərəm. Baxın bu hissəyə yekə üçbucağı yerləşdirə bilərəm. Bunu da gətirdik bura. Bu balaca hissəyə də bunu yerləşdirdik. Deməli, B bəndimiz elə bu da düzgün cavabı idi. C variantı ödəyənməz. Çünki əgər burada üçbucaq olsaydı, bunun kimi olsaydı ödəyərdi. İndi ödəmədi. Keçdik obisi variantı, obisi suala. Bu suala baxaq. Deməli, bu hissələr yenə bizə verilib. Bu hissələri deməli birləşdirməliyik. Diqqətlə baxaq. Burada da problem heç nə yoxdur. Deməli, üçbucaq. Dəqiqə. Burada baxıq. Üçbucaq şəkildə. Bunlar üçbucaq şəkildə də yaza bilərik burada. 2 dənə üçbucağımız var. Bir dənə belə bir üçbucağımız var. Yastı üçbucaqdır. Bir də belə bir şey var. Uzun bir üçbucaq şəkildə. Bucaq sayları çox olduğuna görə, burada bucaq sayları çox olan A bəndin çıxır, olmur. Y bəndin çıxır, üçbucaq sayı çox deyil. Qaldı D, B, C variantı. Bu üç variantın arasında qaldıq. İndi baxın. Mənə bir dənə uzun üçbucaqlı lazımdır. Uzun üçbucaqlı. Bunda da ödəyir. Bu. Bunda da ödəyir. Yox. Bunda ödəmədi ucu. Burada ucu bu şərt ödəmədi. Çünki uzun üçbucaqlı yoxdur bunun başında. Bunda var. 2 dənə balaca üçbucaq olduğuna görə bu ödədi. Sonra bircə dənə də üçbucağın baş hissəsi olduğuna görə, bunda olmadığına görə bu da ödəmədi. Cavab qaldı C bəndi. Görürsünüz, variantları çıxışdırmanla tapmaq olar. Variantları çıxsanız, düz cavab alarsınız. Görün, heç bu üstünə çəkməyə bunu tapa bildim.
Sonra gəldik bu suala. Bu da qəşəng sualdır. Baxın, hissələrin tapılması qaydasına görədir. Bu hissələri yazırıq. Yenə mən dediyim kimi tərzdə yazırıq. Baxın, bunu üçbucaq şəkildə yazdıq. Bax, budur bu, bu budur. Sonra bir dənə belə üçbucağımız var. Bir dənə də yekə üçbucağımız var. Bir dənə də belə bir şey var. Deməli, belə, belə və belə. Belə bir hissə var. Baxın, elə sualı heç yazmamış bunu tapmaq olar. Yəni başqana baxmamış tapmaq olar. Belə bir hissə hansılarında var? Baxın, belə bir hissə. Bunda yoxdur. A getdi. D-də yoxdur, getdi. Y-də oxşayır biraz Y-yə. Y-ni saxlayırıq hələ ki. C-ni də saxlayırıq. B-ni də, B də getdi. Qaldı C-ilə Y variantı. İkisindən birində qaldı. İndi baxaq. Bu çıxıntı bunda ödədi. Baxın. Bunda var bu. Baxın bu. Bu hissə budur. Bunda isə bunda da var. Baxın. Bunda yox, yox. Bunda yoxdur. Bunda düz hissədir. Bu gərək belə olsaydı, belə olsaydı, hə ödəyərdi. Amma burada düz olduğuna görə, bu düz olmadığına görə, əgər olduğuna görə Y variantı çıxdı. Qaldı cavab C bəndi. Görün necə asan bir yolla tapdım. Çətin yenə deyirəm, heç nə yoxdur. Sadəcə fikirləşib tapmaq lazımdır. Çətin heç nə yoxdur. Bir hissə ilə cavabı tapdıq.